Herkese salam. Bugün sizlerle 6. sınıf iş dəftərindən səhifə 12-dəki tapşırıqların izahlarına baxacağıq. Gəlin 14 nömrəli tapşırıqdan başlayaq. 14 nömrəli tapşırıqda yazılıb ki, məxrəci 9, 12, 15 olan düzgün və ixtisar olunmayan bütün kəsirləri və onların cəmini tap. Bu zaman hansı qanuna uyğunluq müşahidə edilir? Gəlin A variantına baxaq. Məxrəci 9 olan düzgün və ixtisar olunmayan kəsirləri yazmalıyıq. Düzgün kəsir nəyə deyilir? Sürəti məxrəcindən kiçik olan kəsirlərə düzgün kəsirlər deyilir. Yəni, məxrəc əgər 9-dursa, sürətdəki ədədlər 9-dan kiçik olmalıdır. Daha sonra ixtisar olunmayan kəsirlər isə nəyə deyilir? Sürəti və məxrəcindəki ədədlər qarşılıqlı sadə olmalıdır ki, bu ədədlər ixtisar olunmasın. İndi gəlin baxaq. Məxrəci 9 olan düzgün kəsirlərə baxaq. 9-da 1 düzgün kəsirdir, 9-da 2, 9-da 3, 9-da 4, 9-da 5, 9-da 6, 9'da 6 bir dəqiqə. Daha sonra 9'da 7, 9'da 8 bu qədər. Sürətdəki ədədlər məxrəcdəki ədəddən, yəni 9-dan kiçik olmalıdır. Artıq 9'da 9 yaza bilmərik. 9'da 9 düzgün olmayan kəsirdir. Sürət məxrəcə bərabərdir. Amma sürət məxrəcdən kiçik olmalıdır. Bu kəsirlər içində biz ixtisar olunmayanları seçməliyik. Baxın. 9'da 1 kəsir ixtisar olunmayan kəsirdir. Çünki sürət ilə məxrəc qarşılıqlı sadədir. Yəni, bunların ortaq sadə vuruqları, ortaq bölənləri yoxdur. Daha sonra 9'da 2 kəsiri ixtisar olunmayan kəsirdir. Hər ikisinin bölündüyü bir ədəd yoxdur. Amma 9'da 3 isə ixtisar olunan kəsirdir. Sürət və məxrəc hər biri 3-ə ixtisar gedir. Hər biri 3-ə bölünür. Bu, ixtisar olunan kəsirdir. Bunu götürmürük. 9'da 4 ixtisar olunmayandır. 9'da 5 ixtisar olunmayandır. 9'da 6 ixtisar olunandır. Sürət və məxrəc hər ikisi 3-ə bölünür. Ona görə 9'da 6 kəsirini götürmürük. 9'da 7. 9'da 7 ixtisar olunmayan kəsirdir. Sürət və məxrəcin bölündüyü bir ədəd, hər ikisinin bölündüyü ədəd yoxdur. 9'da 8 isə ixtisar olunmayan kəsirdir. Deməli, hansı kəsirlər? 9'da 1, 9'da 2, 9'da 4, 9'da 5, 9'da 7, 9'da 8. Bunların bizdən cəmini soruşur. Baxın. 9'da 1 üzərinə gəlirik. 9'da 2 üzərinə gəlirik. 9'da 4 üzərinə gəlirik. 9'da 5 üzərinə gəlirik. 9'da 7 bunu da üzərinə gəlirik. 9'da 8 bərabərdir. Gördüyünüz kimi bu kəsirlərin məxrəcləri bərabərdir. Biz demişik ki, məxrəcləri bərabər olan kəsirləri toplayan zaman məxrəc olduğu kimi qalır. Məxrəc oldu 9. Sürətləri isə toplayırıq. Toplayıb sürətdə yazırıq. İndi gəlin toplayırıq. 1 + 2 eləyir 3. 3 + 4 7. 7 + 5 alınır 12. 12 + 7 alınır 19. 19 + 8 alınır 27. 9'da 27 alınır. Bu kəsirin də sürət və məxrəcinə diqqət etsək, bilirik ki, kəsir xətti bölmə əməlidir. Sürətdəki ədədi 27 9'a tam bölünür də. Yəni ona görə mən bunu 3 şəklində yaza bilərəm. 27'ni bölürəm 9'a alınır 3. Bu şəkildə də yaza bilərəm və yaxud da 9'a 27 kimi də yaza bilərəm. İndi B variantına baxaq. Məxrəci 12 olan düzgün və ixtisar olunmayan kəsirləri tapaq və onların cəmini tapaq. Gəlin bir-bir hamısını yazmıram. Deyə yoxlaya-yoxlaya yazıram bir-bir. Baxın, 12'də 1 başlayır. Düzgün kəsirdir, bəli, düzgün kəsirdir. Yəni 12'də 1-dən 12'də 11'ə qədər hamısı düzgündür. Çünki sürət məxrəcdən kiçik olmalıdır. Bu kəsirlər içərisində də ixtisar olunmayanları seçək. 12'də 1 ixtisar olunmayandır. Sürət və məxrəcin bölündüyü bir ədəd, hər ikisinin bölündüyü ədəd yoxdur. 12'də 2 sürət də 2'yə bölünür, məxrəc də 2'yə bölünür. Deməli, bu kəsir ixtisar olunandır. 12'də 3 sürət də 3'ə bölünür, məxrəc də 3'ə bölünür. Yəni 3 də 3'ə bölünür, 12 də 3'ə bölünür. 12'də 4 sürət də 4 də 4'ə bölünür, məxrəc də 4'ə bölünür. İxtisar olunandır. Gəldik 12'də 5'ə baxın. Sürət və məxrəcin bölündüyü bir ədəd yoxdur. Hər ikisinin bölündüyü ədəd yoxdur. 12'də 6 sürət də 6'ya bölünür, məxrəc də 6'ya bölünür. İxtisar olunan kəsirdir. 12'də 7 sürət və məxrəcin bölündüyü ədəd yoxdur. Ona görə ixtisar olunmayan kəsirdir.
12-də 8. Sürət də 2-yə bölünür, məxrəc isə 2-yə bölünür. 12-də 9. Sürət də 3-ə bölünür, məxrəc isə 3-ə bölünür. İxtisar olunan kəsirdir. 12-də 10. Sürət də 2-yə bölünür, məxrəc də 2-yə bölünür. İxtisar olunan kəsirdir. 12-də 11. Sürət və məxrəcin bölündüyü ədəd yoxdur. Deməli, bu kəsirdə ixtisar olunmayan kəsirdir. Gəlin bunların cəmini tapaq. Cəmləyək bunları. Aralarında üstə gəlmə yazıram. Bərabərdir. Yenə də dediyim kimi məxrəclər eynidir. Məxrəc eyni olanda belə yəni olan kəsirləri toplayan zaman biz məxrəci olduğu kimi saxlayırıq. Sürətləri toplayıb sürətdə yazırıq. Sürətləri toplayaq. 1 + 5 alınır 6. 6 + 7 13. 13-ün üstünə də 11 gələndə alınır 24. Bu kəsir də bərabər oldu 12-də 24-ə. Kəsir xətti bilirik ki, bölmə əməlidir. Burada da 24-ü 12-yə bölsək tam bölünər, 2 dəfə bölünür. Ona görə də bu kəsirin də cavabı olur 2. Keçək C variantına baxaq. C variantında da məxrəci 15 olan düzgün və ixtisar olunmayan kəsirləri gəlin tapaq. Məxrəci 15 olan kəsirlərdən düzgün kəsirlər 15-də 1-dən başlayır, 15-də 14-ə qədər davam edir. Bu kəsirlər içərisində ixtisar olunmayanları gəlin seçək. 15-də 1 ixtisar olunmayan kəsirdir. Sürət və məxrəcin bölündüyü bir ədəd yoxdur. 15-də 2 ixtisar olunmayan kəsirdir. 15-də 3 ixtisar olunan kəsirdir. Sürət və məxrəcin hər biri 3-ə bölünür. Buna görə ixtisar olunan kəsirdir. 15-də 4 sürət və məxrəcin bölündüyü bir ədəd yoxdur. Bu ixtisar olunmayan kəsirdir. Gəlin yazaq 15-də 4. 15-də 5. Sürət və məxrəcin hər ikisi 5-ə bölünür. İxtisar olunandır. 15-də 6. Sürət və məxrəcin hər ikisi 3-ə bölünür. İxtisar olunandır. 15-də 7. Sürət və məxrəcin bölündüyü ədəd yoxdur. Buna görə də ixtisar olunmayandır. 15-də 8. Sürət və məxrəcin hər ikisinin bölündüyü ədəd yoxdur. Buna görə də ixtisar olunmayandır. 15-də 9. Sürət və məxrəcin hər ikisi 3-ə bölünür. Deməli, ixtisar olunandır. 15-də 10. Sürət və məxrəcin hər ikisi 5-ə bölünür, ixtisar olunandır. 15-də 11 sürət və məxrəcin bölündüyü ədəd yoxdur. 15-də 12 sürət və məxrəcin hər ikisi 3-ə bölünür. İxtisar olunandır. 15-də 13 sürət və məxrəcin bölündüyü ədəd yoxdur. 15-də 14 sürət və məxrəcin hər ikisinin bölündüyü. Bu yazdığım ədədlər düzgün, məxrəci 15 olan düzgün və ixtisar olunmayan kəsirlərdir. Gəlin bunları cəmləyək. Bunların cəmi bizdən soruşulur. Sürət olduğu kimi, məxrəc olduğu kimi qalır. Sürətləri toplayıb sürətdə yazırıq. 1 + 2 alınır 3. 3 + 4 alınır 7. 7 + 7 14. 14 + 8 alınır 22. 22 + 11 33. 33 + 13 alınır 46. 46 + 14 alınır 60. 15-də 60. Bu kəsirdə görürük ki, sürət məxrəcinə tam bölünür. Ona görə də bunu da yaza bilərik ki, 4 şəklində yaza bilərik. 60-ı 15-ə böləndə alınır 4. 15 nömrəli tapşırıq ilə davam edək. Deyilir ki, burada kəsirin tam ixtisarına əsasən məchulu tapın. Gəlin tapaq. A variantında verilib ki, 75-də A bərabərdir 5-də 2. Baxışlayın, 3-də 2. Bu zaman A-nı tapmağımız tələb olunur. Burada baxın uşaqlar, kəsirin tam ixtisarından söz gedir. Kəsiri ixtisar edən zaman sürət və məxrəci hər ikisini eyni bir ədədə bölürük. Tam ixtisar zamanda isə bunların ən böyük ortaq bölənine bölürük, yəni əbobuna bölürük. A ilə 75 ədədinin əbobuna bölmüşük kəsiri. A variantına baxaq, 75-də A variantına baxaq. 75-də A
bərabərdir 3-də 2. Buradan A-nı tapmağımız tələb olunur. Tam ixtisardan söz gedir. İxtisar edən zaman sürət və məxrəci ortaq bölənə bölürük. Tam ixtisar ediriksə, deməli ən böyük ortaq bölənə bölürük. Deməli burada sürət neçə olubsa və məxrəc isə 75-dir. Biz bu hər iki ədədi bunların ən böyük ortaq bölənə bölmüşük ki, 3-də 2 almışıq. İndi siz düşünün ki, 75-i nəyə bölmüşük ki, biz 3 almışıq? Deməli, A ədədində həmin ədədə bölmüşük ki, 2-ni almışıq. 75-i 25-ə böləndə 3 alınır. Bunu da bilmək üçün siz 75-i əgər 3-ə bölsəz, bilərsiniz ki, 25 alınacaq. Oradan da bilərsiniz ki, deməli 75-i 25-ə böləndə 3 alınır. İndi, deməli 75-i 25-ə bölmüşük, 3 almışıq. Deməli, A ədədində 25'e bölmüşü 2 almışıq. Buradan A ədədini tapmaq üçün 25'i 2'ye vurmalıyıq. Bu da alınır 50. Deməli kəsir bu şəkildə olur. Baxın. 75'də 50. Bu ədədlərin hər ikisini 25'e bölmüşük. 75 25'e 3 dəfə, 50 də 25'e 2 dəfə. Alınıb 3'də 2. A'nın qiymətini tapdıq. A 50 olmalıdır. Keçək digərinə baxaq. B variantına baxaq. Verilib 128 bölünsün B bərabərdir 5'də 2'ye. Deməli, tam ixtisar edən zaman sürət və məxrəci hər hansı bir... Deməli, tam ixtisar edən zaman biz sürəti də məxrəci də eyni ədədə bölmüşük ki, 5'də 2 almışıq. İndi düşünək ki, 128'i neçəyə bölmüşük ki, 2 almışıq. Bunun üçün 128'i 2'ye bölsək, elə cavabımızı tapmış olarıq. 128'i də 2'ye böləndə, baxın, 2'ye böləndə qalır 64. Deməli 128'i 64'e bölmüşük ki, ixtisar edən zaman 64'e bölmüşük ki, 2 almışıq. Deməli sürəti nəyə böldüksə, məxrəci də həmin ədədə bölməliyik. Deməli B-ni də 64'e bölməliyik ki, 5 alaq. İndi burada B-ni tapmaq üçün 64'ü vururuq 5'e. B də bərabər olur 320'ye. Belə. Keçək C variantına baxaq. C variantında bizə verilib ki, C bölünsün 225 bərabərdir 5'də 3. İndi siz düşünün ki, sürət və məxrəci eyni bir ədədə bölmüşük, 5'də 3 almışıq. 225'i nəyə bölmüşük ki, 5 almışıq? Biz indi daha sonra C-ni də həmin ədədə bölüb 3 alaq. 225'i nəyə bölmüşük? 5 almışıq. Bunu tapmaq üçün elə 225'i 5'e bölsək həmin ədədi tapmış olarıq. 225'i 5'e böləndə 45 alınır. 45. Deməli biz 225'i 45'e bölmüşük, 5 almışıq. Deməli biz C ədədini də 45'e bölməliyik ki, 3 alaq. Buradan C ədədini tapmaq üçün C ədədini necə tapırıq? 45'i vururuq 3'e, C ədədini tapmış oluruq. 45'i vururuq 3'e. Burada da alınır 135. Belə. C ədədini də tapmış olduq. 16 nömrəli məsələyə baxaq. Bazar günü 120 şagird Milli Parka, 280 şagird isə Nəbatat bağına ekskursiyaya getdi. Bunun üçün məktəb rəhbərliyi bir neçə avtobus sifariş etdi. Avtobuslarda sərnişin yerlərinin sayı eynidir. Ekskursiya zamanı avtobuslarda bütün yerlər doldu. 2 dənə sual verilib. Birinci sualda deyilir ki, bir avtobusa ən çox neçə şagird yerləşər? Deməli, avtobusdakı şagirdlərin sayı, yəni avtobusdakı yerlərin sayı eynidir. Neçə avtobus gəlibsə, hər birində yəni sərnişin sayı eynidir. Eynidirsə, yəni həm Milli Parka, həm də Nəbatat Parkına neçə avtobus gedərsə, hər ikisində şagird sayı eynidir. Deməli, bu şagird sayı elə olmalıdır ki, həm 120 həmin ədədə tam bölünsün, həm də 280 həmin ədədə tam bölünsün. Yəni şagird sayı həm 120'nin, həm də 280'in bölündüyü bir ədəd olmalıdır. Amma bizdən soruşur ki, bir avtobusa ən çoxu neçə şagird yerləşir? Ən çoxu dediyi üçün həm 120'nin, həm də 280'in ən böyük ortaq bölənini tapırıq. Ən böyük ortaq bölən də bilirik ki, əbobdur. Yəni biz 120 və 280'in əbobunu tapmalıyıq. Baxın, yazıram. Əbob 120 280. Hər birini sadə vurğulara ayırıram.
280'i də sadə vurğulara ayırıram. 282 bölünür 140 dəfə. 142 bölünür 70 dəfə. İndi əboblarını tapan zaman bilirik ki, o ədədlərin ortaq sadə vurğularının hasilini tapırıq. Hər ikisində olan sadə vurğuların hasilinə baxaq. Baxın, 2 hər ikisində var. Bu 2 hər ikisində var. Bunu da yazıram. Vurulsun. Bu 3-cü 2 hər ikisində var. Başqa bir də 5. Bu da eləyir 40. Deməli, bu ədədlərin əbobu 40-dır. Yəni, həm 120-nin, həm də 280-nin bölündüyü ən böyük ədəd 40-dır. Deməli, avtobusu ən çoxu 40 şagird yerləşə bilər. Hər bir avtobusa 40 şagird ola bilər. Sonra ikinci sualda deyilir ki, hər iki ekskursiyaya neçə avtobus ayrılıb? Deməli, 120 şagird Milli Parka gedir və hər avtobusda da 40 şagird yerləşir. Neçə avtobus lazımdır? Bunu tapmaq üçün təbii ki, 120-ni bölürük 40-a. 120-ni 40-a bölsək, biz tapmış olarıq ki, Milli Parka getmək üçün neçə avtobus lazımdır? 120-ni 40-a böləndə qalır 3. Deməli, Milli Parka getmək üçün 3 dənə 40 nəfərlik avtobus bizə lazımdır. 280-i də indi bölək 40-a, qalır burada 7. Deməli, 7 dənə bizə Nəbatat Parkına getmək üçün avtobus lazımdır. Ümumilikdə də 10 dənə avtobus lazımdır və 40 nəfərlik avtobus. Belə, keçək 17 nömrəli tapşırığa baxaq. Deməli, yazılıb ki, məktəb yeməkxanasına gətirilmiş 54 alma, 36 portağal və 72 banan hər stola bərabər şəkildə paylandı. 2 dənə sual verilib. Yeməkxanada ən çoxu neçə stol ola bilər? Deməli, hər stola bərabər sayda meyvə paylanıb. Məsələn, alma tutaq ki, hər stola 3 dənə alma düşüb. 2 dənə portağal düşüb, 4 dənə banan düşüb, belə. Hər stola eyni sayda düşüb, yəni. Birinə 3 dənə alma düşübsə, digərinə də 3 dənə alma. Birinə 2 dənə portağal düşübsə, digərinə də 2 dənə portağal düşüb, belə. İndi, deyir ki, yeməkxanada ən çoxu neçə stol ola bilər? Deməli, stol sayı elə olmalıdır ki, həm 54, həm 36, həm də 72 həmin ədədə tam bölünsün. Və ən çoxu dediyi üçün də həm 54, həm 36, həm 72-nin bölündüyü ən böyük ədəd olmalıdır. Hər üçünün bölündüyü ən böyük ədəd. Hər üçünün bölündüyü ən böyük ədəd bu ədədlərin ən böyük ortaq böləni, yəni əbobudur. Bunun üçün də gəlin stol sayını tapmaq üçün gəlin, deməli, bu ədədlərin əbobunu tapaq. Baxın, yazıram, əbob 54, 36, 72. Hər üçünü sadə vurğulara ayırıram. 54. 54 bölünür 2-yə 27 dəfə. 27 bölünür 3-ə 9 dəfə. 9 3-ə bölünür 3 dəfə. 3 də 3-ə bölünür 1 dəfə. 36 bölünür 2-yə 18 dəfə. 18 bölünür 2-yə 9 dəfə. 9 bölünür 3-ə 3 dəfə. 3 də 3-ə bölünür 1 dəfə. İndi gəlin 72-ni də sadə vurğulara ayıraq. 72 bölünür 2-yə 36 dəfə. 36 bölünür 2-yə 18 dəfə. 18 2-yə bölünür 9 dəfə, 9 3-ə bölünür 3 dəfə, 3 də 3-ə bölünür 1 dəfə. İndi hər üçünün ortaq sadə vurğularını tapıram və onların hasilini tapıram. Baxın, bərabərdir. Hər üçündə olan vurğuları seçək. Baxın, bir dəqiqə rəngi dəyişim. 2, 2, 2. Baxın, hər üçündə var, yazdım. Sonra, daha sonra 3 hər ikisində var. Bu 3, 3, 3. Hər ikisində var. Daha sonra bu 3 də hər ikisində var. Hər üçündə, daha doğrusu bağışlayın. Hər üçündə olan seçirik. Hər üçündə var. Bunda yazırıq. Bərabərdir. Hasili tapırıq. 2 vur 3, 6. 3 dəfə 6 da 18. Deməli, bu ədədlərin əbobu 18-dir. Deməli, burada ən çoxu 18 dənə stol ola bilər. 18 dənə stol olmalıdır ki, bu 18 həm 54 18-ə bölünür. Baxın, həm 36 18-ə bölünür. Həm də 72 18-ə bölünür. Beləliklə, biz stol sayını bölərək taparıq ki, hər
Hər stola neçə dənə meyvə düşəcək? Baxın. Əbabu tapdıq. 36. Deməli 36 stol var. Birincinin cavabını tapdıq. İndi hər stola neçə alma, neçə portağal və neçə banan qoyular. Deməli 54 dənə ümumilikdə alma var. Bu 54 dənə almanı biz 18 dənə stol arasında bölürük. Deməli 54-ü 18-ə bölsəm taparam ki, tapmış olaram ki burada hər stola neçə dənə alma düşür. 54 18-ə 3 dəfə bölünür. Deməli hər stola 3 alma düşür. Daha sonra 36-nı bölsəm 18-ə alınar 2. Deməli hər stola 2 dənə portağal düşür. Portağal. Daha sonra 72-ni bölsəm 18-ə alınar 4. Deməli hər stola 4 dənə banan düşəcək. Belə. Səhifə 12-dəki tapşırıqların izahlarının sonuna gəldik. Kanala abunə olub, videoları bəyənib, şərh yazmağı unutmayın. Sağ olun.